Dünyada bir zamanlar söz deyilən şey yox idi. İlk insan oyananda düşüncə var idi. Amma dil deyilən şey yox idi. Bəlkə də biz insana çevriləndə ilk yaranan şey beyin yox, ilk yaranan şey susqunluğun içində doğulan düşüncə idi. Biz bir hissi adlandırmamışdan əvvəl o nədir? Bu şeyi yəqin sən də yaşamısan. İçində yaranan o ani dalğanı xatırla. Sözlər onu hələ tutmayıb. Hələ çərçivə yoxdur. Hələ ad yoxdur. O dalğa sənin içində böyüyür, sanki bədənində yer tapmayan bir işıq kimidir. Mən bunu belə hiss edirəm deyib sözə saldığın an bir şey ölür. Hiss kiçilir. Həqiqət parçalanır. Bu yalnız poetik düşüncə deyil. Elmin özü də bunu etiraf edir. Bu düşüncənin arxasınca gedərkən biraz elmi araşdırma etdim və görürəm ki, elm deyir ki, beyin sözlərə fokuslananda düşüncənin digər hissələrini sıradan çıxarır. Yəni dil səni həm oyadır, həm kör edir. Mistiklər bunu əsrlər əvvəl demişdi ki, dil insanın içindəki sonsuzluğu qırıqlara ayırır. Zen ustadları deyirdi ki, həqiqəti görmək üçün əvvəlcə sözlərlə danışan zehni susturmaq lazımdır. Hər ömür romandır. Bu yaxınlarda Azərbaycanlı şair yazıcı Ramiz Rövşənin bir müsahibəsinə baxıram və orada qeyd eləyir ki, bəzən elə vaxtlar olur ki, onun beyninə gələn bəzi düşüncələri o sözlərlə tutmağa çalışıb. Müsahibəsində bildirir ki, həmin an əlinə bir qələm alıb bütün düşüncələrini o kağız üzərində təsvir etməyə çalışıb və özünün də bildirdiyi kimi uzun-uzun yazılardan sonra sonda öz yazdıqlarını nə özü, nə də bir başqası başa düşə bilmir. Yəni həmin ruh halında onda yaranan o düşüncələri sözlərlə tutmaq mümkün olmayıb. Elm isə bununla bağlı bəzən əksini deyir. Deyir ki, dil olmasaydı sən bu videonu, bu düşüncəni qurmazdın. Dil yaddaş yaradır, dil təcrübəni qoruyur, dil olmadan düşüncə havada külək kimi yoxa çıxar. Yəni həm mistik, həm fəlsəfi, həm də elmi baxış bir-birinə zidd görünür. Amma hamısı eyni həqiqətin fərqli tərəfləri kimi davranır. Dil həm nurdur, həm kölgə, həm qurtuluşdur, həm məhdudiyyət, həm alətdir, həm zindan. Bəs dil bizi azad edirsə, niyə həqiqəti bu qədər daraldır? Gəlin indi dil olmayan bir dünya təsəvvür edək. Sən bir ağaca baxırsan, amma ağac sözü yoxdur. O səninlə danışmadan danışır, sənə toxunmadan toxunur. Sən onun varlığını hiss edirsən, adı olmadan, kateqoriyası olmadan. Məncə bu, dünyanın ən böyük sirlərindən biridir. Heç nə adlanmayanda hər şey daha canlıdır. Biz dünyanı adlarla hissələrə bölürük. Bu gözəldir, bu çirkindir, bu doğrudur, bu yanlışdır. Adlar yox olanda yaxşı ilə pis arasındakı sərhəd itir. Həyat daha bütöv görünür. Dünya parçalanmaqdan qurtulur. Mistiklər bu halı adlardan kənar idrak adlandırırdı. Meditasiya edən insanlar mən hissinin dağılmasını yaşayırdı. Çünki mən də dildə yaranan illüziyadır. Amma elm yenə buna etiraz edir. O deyir ki, dərin meditasiya halında dil mərkəzi susanda beyin hissləri daha güclü emal edir. Yəni Tanrıya yaxınlıq hissi, kosmosla birləşmə hissi, sadəcə neyronların başqa ritmlə işləməsidir. Bu, mistikanın sehrini öldürmür, əksinə sirri daha da gücləndirir. Elm deyir, bu təcrübə beynin məhsuludur. Mistik deyir, beyin bu təcrübəyə sadəcə pəncərədir. Bəs həqiqət hardadır? Və ən qəribə paradoks burada yaranır. Dilsiz dünya daha təmizdir, amma yadda qalmır. Dilli dünya daha natamamdır, amma yaddaş yaradır. Yəni sən ya bütövlük qazanırsan, ya davamlılıq.
İkisinin bir yerdə olması isə insana verilmiş ən çətin tapşırıqdır. İndi burada bir sual yaranır ki, bəs sən hansı dünyaya daha yaxınsan? İndi həqiqətin özünə biraz daha yaxın gələk. Məncə dil təbiət tərəfindən bizə verilən bir lütf deyil. Dil insanın xaosu idarə etmək üçün yaratdığı çarəsiz cəhdidir. Biz kainatı, hissləri, həqiqəti söz qutularına salmağa çalışırıq, amma sözün ölçüsü həqiqətin ölçüsünə uyğun gəlmir. Sən bəzən hisslərini sözlə ifadə edə bilmirsənsə, bu bəzən zəiflikdir, bəli. Bəzən həqiqətən də söz bazanın kasad olmasından, bəzən isə həqiqətən də düşündüyünün daha dərin olduğunu göstərir. Bəzən fikirlər dildən böyükdür. Dilin sənə dar gəlir. Fəlsəfədə buna dildən sonraki düşüncə deyilirdi. Mistiklər sükutun biliyi adlandırırdı. Elm isə bunu belə yazır ki, beynin sağ yarımkürəsi bəzən sözlərini ifadə edə bilmədiyi geniş formaları yaradır. Fərqi yoxdur, hər biri eyni şeyə işarə edir. Sən söz deyəndə həqiqətin yalnız kölgəsini danışırsan. Çünki söz izdir. Həqiqət isə içində hələ adı olmayan, hələ forması olmayan, hələ toxunulmamış haldadır. Sanki sözləri həmişə gecikir, düşüncə isə həmişə onlardan öndədir. Bəs sən kiminsən? Yaxşı, bəs indi biz neyniyək? Sözün sahibi olaq, yoxsa sözün əsiri? Sanki hər söz bir həqiqəti öldürür. Hansını qorumalısan?